Çox belə aydın bir Yahudi məsəli. Bir alim bir müdrikin yanına gəldi və dedi: Deyirlər ki, siz hörmətli insanlara möcüzəli dərmanlar verirsiniz və şəfa verməyi bacarırsınız. Mənə elə bir dərman verin ki, mənə Allahdan qorxmağı öyrətsin. Allah qarşısında qorxu üçün müdrik cavab verdi: Məndə dərman yoxdur. Amma Allahı sevməyə kömək edəcək bir dərman var. Bunu mən daha çox istəyirəm, dedi bu alim. Onda onu mənə verin. Bu dərman müdrik cavab verdi: Yaxından sevgidir. Yəni belə bir sadə formula: yaxınını sevsən, Allahı da sevəcəksən. Bəli. Bax, burada daim suallar yaranır. Bizə də yazırlar. Yəni, yaxınımı mən görürəm axı, mən onu görürəm. Biz yaxını da görmürük. Görmürük? Xeyr. O da prinsipcə yaradan kimi anlaşılmazdır, gizlidir. Amma adi insan üçün mən görürəm, mən yaxınımı görürəm. Bax, siz qarşımda oturmuşsunuz. Yaradanı isə mən görmürəm. Yaradanı görmək nə deməkdir? Mən ümumiyyətlə anlamıram. Burada hansı sual ola bilər? Yaradan ətrafdakı hər şeydir. Ətrafdakı tamamilə hər şey. Mənim içimdə olduğum hər şey. Ətrafımdakı bütün aləmi, o dolduran hər şey. Bütün bunlar yaradandır. Bunu sevmək olar? Bax, ətrafı dolduran hər şeyi? Bəli, bəli. Onunla birləş və hər zaman onun içində axın olmağı arzu et. Vəssalam. Yəni, mən ondan ayrılmıram. Bu deməkdir ki, mən hər şeyi qəbul edirəm. Hər şeyi. Tamamilə. Və ən qorxunc olanı da mən qəbul edirəm. Eləmi? Nə olduğunu əhəmiyyəti yoxdur. Bütün bunlar səndəndir. Mən bunu qəbul edirəm. Bəli, bəli. Aydındır. Bəs onda niyə yaxınına sevgi? Bax, görürsünüz, siz Yaradan haqqında dediniz. Bəs niyə yaxınına sevgi Yaradana sevgiyə aparır? Bax, bunu izah edin. Çünki belə bizə yönəlmək daha yaxşıdır. Əks halda bunu necə edəcəyik? Mənim üçün Yaradan adi, insan üçün uzaq, inanılmaz, o dünyaya aid olan və sair bir şeydir. Əgər mən ətrafımdakı hər şeyi Yaradan kimi qəbul edirəmsə, onda yenə də ona necə yaxınlaşım, ona necə yönəlim? Yalnız yaxınım vasitəsilə düşündüyüm zaman. Yəni, mən yaxınımı sevməyə çalışıram. Anlayaraq ki, bu elə Ətrafımdakı hər şeydir. ətrafımdakı hər şeydir. Anlayaraq ki, bütün bunlar Yaradandandır. Bax, bu fikir daim mənim içimdə olmalıdır ki, bütün bunlar Yaradandandır. Bəli, bu elə Yaradandır. Aydındır. Və bu yaxınına sevgidən Yaradana sevgi adlanır. Bəli.